Dur, qulaq as keçmə. Xəstəliklərlə bağlı danışmaq istəyirəm. Dünya üzərində yenidən virusların yayılacağına bağlı mən dəfələrlə proqnoz vermişəm və demək istəyirəm. Xəstəliklər bitməyib. Maska rejimi ola bilsin ki, bəzi yerlərdə karantinlər yığışıb, ancaq dünya üzərində xəstəliklər qalır. Bu haqda mən bir ekstrasens olaraq demək istəyirəm. Xəstəliklərlə bağlı çoxsaylı insanlar bilirsiniz ki, 2024-cü ildə, 23-cü ildə xəstəliklər nəticəsində çox insanlar dünyasını dəyişdi. Və demək istəyirəm ki, 2026 və 2027-ci illər dünya üzərində yenidən viruslar yayılacaq. Viruslar nəticəsində heyvanlardan uşaqlara, uşaqlardan da böyüklərə yayılan bir xəstəlik olacaq. Mən bu haqda dəfələrlə proqnozlar vermişəm. O bəzi o dediyiniz dırnaqarası ekstrasenslər mənim proqnozlarımı oğurlayırlar. Və demək istəyirəm ki, girib Ekstra Güz kanalında mənim verdiyim proqnozlarıma baxa bilərsiniz. Açıq olaraq deyim, xəstəliklər bitmir. Bax, bu barədə deyim, 2026-cı il dünya üzərində zəlzələ illəridir. Bax, deyirəm, Türkiyədə, Azərbaycanda zəlzələlər baş verəcək. Demişəm, 8-9 bal dərəcəsində şimal-cənub zonalarında zəlzələlər bitməyəcək ki, bitməyəcək. Bu haqda deyirəm, dəfələrlə də bu proqnozları vermişəm. Hətta belə Türkiyə haqqında da mən proqnoz vermişəm ki, 2026-cı ildə, 2025-ci ildə zəlzələlər baş verəcək və verdiyim proqnozlarda hər zaman göz qabağındadır. Dünya üzərində olan müharibələr bitməyəcək ki, bitməyəcək. Bu haqda bir ekstrasens olaraq demək istəyirəm ki, İsrail və Türkiyə arasında müharibə baş verəcək. Bu haqda da deyim, müharibələr haqqında proqnoz verirəmsə, bunu da deyim ki, İsrail və Türkiyə arasında böyük bir qarşıdurma da qabaqdadır. Bu haqda deyim, biləsiniz. Mən bu dəfələrlə bu proqnozları vermişəm. Verdiyim proqnozlarda göz qabağında Türkiyədə zəlzələ baş verəcək. Bax, deyirəm, yaxın günlərdə, yaxın aylarda hər dəqiqə Türkiyədə böyük bir zəlzələ baş verə bilər. Bu haqda deyim, biləsiniz. Və çoxlarınız bizə yazırsınız. Mehman bəy, Azərbaycan və Rusiya arasında münasibətlər soyuqdur. Müharibə ola bilərmi? Boş şeydir. Çoxlarınız yazırsınız. Mehman bəy, Ermənistan-Azərbaycan arasında yenidən müharibə ola bilərmi? Bu insanlara, bəzi insanlara inanmayın. Boş şeydir. Azərbaycanımızda heç bir müharibə gözlənilmir. Mən bu haqda danışmışam. Bir ekstrasens olaraq da demək istəyirəm ki, izləməyə davam edin və videomuzu bəyənin. Bu haqda çox proqnozlar vermişəm. O ekstrasens deyirsə, ekstrasenslər bugünkü gündə çox proqnozlar verə bilər. Ancaq mənim kimi bugünkü gündə dəqiq vaxtı deyən ekstrasenslər tapa bilməzsiniz. Biri yuxudan durur, proqnoz verir. Biri hamamda proqnoz verir. Çox qəribə insanlardır. Və demək istəyirəm ki, mənim bugünkü gündə proqnozlarım hər zaman öz əksini tapıb. İri ticarət mərkəzinin yanacağına bağlı proqnoz vermişdim. Öz əksini tapdı. Allah Taala köməklər olsun, mən cindaram. Mən illərdə proqnozlar verirəm. Və verdiyim proqnozlar da göz qabağındadır. Dinləməyə davam edin.